Real TV-də zəhmətkeşlərin verilişinə baxırsınız. Fermerin real dostu başladı. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Fermerin real dostuna baxırsınız. Qeyd edim ki, son günlər və son aylarda ölkədə çox vacib, həm də əhəmiyyətli kənd təsərrüfatı ilə bağlı işlər görülməkdədir. Məlumdur ki, bu yaxınlarda ölkə başçısının iştirakı ilə xüsusi bir müşavirə keçirildi və dövlət proqramı, kənd təsərrüfatının inkişafı ilə bağlı xüsusi bir dövlət proqramı qəbul olundu. Dövlət proqramında vacib istiqamətlərdən biri torpaqların konsolidasiyasıdır. Bu nədir ümumiyyətlə? Nə dərəcədə vacibdir aqrar sektor üçün? Bax, bu haqda danışacaq bu dəfə Fermerin real dostunda. Qonağım Kənd Təsərrüfatı Nazirliyinin torpaqdan istifadəyə nəzarət şöbəsinin müdürü Firidun Tağıyevdir. Firidun müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Xoş gördünüz. Firidun müəllim, bu mövzuya konsolidasiya məsələsinə keçəcəm, amma istəyərdim ki, bütövlükdə və xüsusən vacib olan həm də bir məsələ var ki, bizim bu adını çəkdiyimiz kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu il dövlət proqramında nəzərdə tutulub. Söhbət deməli xüsusən torpaq və su resurslarımız, yəni təbii resurslarımızdan istifadənin, yəni səmərəli istifadə məsələsidir. Mövzuya keçməzdən əvvəl, əsas mövzumuza keçməzdən əvvəl istəyərdim ki, bax bu məsələ ilə bağlı hansı praktik işlər görüləcək, dövlət proqramında nələr nəzərdə tutulub, bu haqda danışaq. Buyurun. Çox təşəkkür edirəm. Ruslan müəllim, vacib bir məsələnin müzakirəsini aparırıq və mən qeyd edərdim ki, may ayının 25-də möhtərəm cənab prezidentin rəhbərliyi ilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin iclasında dövlət proqramı ilə bağlı qərar qəbul olundu və elə həmin gündə cənab prezidentin müvafiq sərəncamı ilə dövlət proqramı, sözü gedən dövlət proqramı təsdiq edildi. O gündən bu günə kimi, yəni bildiyiniz kimi ölkə üzrə əsas mövzu bugün həmin dövlət proqramının praktiki tətbiqinə dair məlumatlandırma və təşviqat işlərinin aparılmasıdır ki, bu bir aydır davam etdirilir. Müxtəlif müşavirələr? Bəli, müxtəlif rayonlarda müxtəlif müşavirələr oldu. Bütün aidiyyəti dövlət qurumları, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, belə deyək, məsul şəxsləri, cənab prezidentin köməkçilərinin rəhbərliyi ilə müşavirələr təşkil edildi və bu müşavirələrdə də fermerlərimizə, belə deyək, əhatəli maarifləndirmə və təşviqat işləri aparıldı ki, indiyə qədər kənd təsərrüfatı sektorunda belə deyək, olmayan tədbirləri əhatə edən bir əhatəli, praktik bir dövlət proqramı qəbul olunub və bu proqram hansı nüanslara, hansı hədəflərə toxunacaq, ətraflı şəkildə məlumat verilib. Mən bir daha bunu vurğulamaq istəyirəm. Qeyd etdiyiniz kimi proqram olduqca vacib və əhatəli məsələləri özündə ehtiva edir və vacib məqamlardan biri də odur ki, bu proqramın mütərəqqi xüsusiyyətlərindən biri də məhz təbii resursların, yəni aqrar sahə üçün əhəmiyyəti olduqca mühüm olan, xüsusən də torpaq və su resurslarının, eləcə də iqlimə qarşı yönəlmiş tədbirləri, belə deyək, iqlimin dəyişkənliyinə səbəb olan tədbirləri aradan qaldırılmasına qarşı məsələləri özündə ehtiva edən tədbirlər yer alıb. Təbii ki, burada əsas vacib məsələlərdən biri torpaq resursudur. Bildiyiniz kimi kənd təsərrüfatını torpaqsız təsəvvür etmək mümkün deyil. İstənilən halda, xüsusən də bizim ölkəmiz üçün kənd təsərrüfatının əsas istehsal vasitəsi torpaqdır və torpaqdan səmərəli istifadə bugün ön plana çıxarılır. Bu proqram çərçivəsində vacib məqamlardan biri torpaq resurslarının mühafizəsi, onların təyinatı üzrə səmərəli istifadə edilməsidir və buna nəzarət mexanizminin yaradılması bir tapşırıq olaraq qarşımıza qoyulub və maraqlı məqam ondan ibarətdir ki, proqramın strukturu elə hazırlanıb ki, tədbirlər bir-birinə keçid edir. Yəni, torpaq mühafizəsinin təşkilini həyata keçirmək üçün bugün əsas hədəflərimizdən biri elə idarə olunan suvarma sistemlərinin qurulmasıdır. Bilirsiniz ki, proqram çərçivəsində ölkə üzrə hazırda mövcud olan 130 min hektarlıq müasir suvarma sistemlərini 300 min hektara qədər çıxarmaq hədəfi qoyulub. Çox iddialı və böyük
belə deyək. 2 dəfədən daha artıq. Bəli, bir hədəfdir bu. Bu hədəflə bağlı artıq belə deyək, Nazirlik öz strateji təhlillərini də yekunlaşdırıb və aidiyyatı qurumlarla da bu istiqamətdə iş aparırıq. Bu, dolayısıyla elə torpaq resurslarının qorunmasına yönəlik bir addımdır. Çünki müasir suvarma sistemlərindən istifadə etməklə fermer məhsuldarlıqda əldə etdiyi nailiyyətlərlə yanaşı bir növ torpaq resurslarının da mümkünlüyünü qorumuş olur. Çünki artıq təcrübələr və beynəlxalq praktika göstərir ki, selləmə suvarma aşağı məhsuldarlıqla yanaşı torpaqların mümkünlüyünə, onların degradasiyaya uğramasına səbəb olan, torpağın mümkünlüyünün azalmasına, eləcə də degradasiyasına səbəb olan əsas vacib amillərdən biridir və müasir suvarmanın torpaq mümkünlüyünün, dayanıqlı təsərrüfatçılığın inkişafında rolu olduqca mühümdür. Və bu tədbir çərçivəsində bir növ qeyd etdiyim kimi biz mümkünlüyü artırmaq, torpaqları da mühafizə etməyi hədəfləmiş oluruq. Yəni bir tədbirlə 2 hədəfi həyata keçirmiş oluruq. Eyni zamanda dolayısıyla baxsaq belə iqlim dəyişmələrinə qarşı da atılmış bir addımdır. Bəli. Çünki selləmə suvarma aparıldıqda həmin ərazilərin bataqlaşması və yaxud da ki, belə deyək, müasir suvarma olmadan su itkilərinə məruz qalma günün sonunda iqlim dəyişikliyinə gətirib çıxarır və həmin ərazilərdə belə deyək, torpaqların eroziyası ilə yanaşı iqlimə də mənfi təsirlər yaranır. Ancaq bu müasir suvarma sistemləri bir növ belə adaptasiya tədbiri olaraq sudan qənaətli istifadə ilə iqlim dəyişkənliyinə də öz töhfəsini vermiş olur. Və bayaq dediyim kombinə edilmiş bir yanaşma günün sonunda kənd təsərrüfatının məhsuldarlığının artırılmasına, eləcə də təbii resursların səmərəli istifadəçiliyinə gətirib çıxaracaqdır ki, mən düşünürəm ki, ölkəmizdə 2030-cu ilə qədər olacaq bu tədbirlər, nəzərdə tutulan tədbirlər ciddi şəkildə kənd təsərrüfatı sektorunda progres yaradacaqdır. Mən yeni qoşulanları salamlamaq istəyirəm. Siz fermerin real dostuna baxırsınız. Çox maraqlı bir mövzuya toxunmuşuq. Ümumiyyətlə, əvvəldə də qeyd elədim ki, dövlət proqramı, kənd təsərrüfatının inkişafına dair yeni qəbul olunmuş dövlət proqramı bu dəqiqə ölkəmizdə ən çox müzakirə olunan mövzulardan biridir. Bu sahəyə xüsusi diqqət ayrıldı ölkə rəhbərliyi tərəfindən. Hazırda Kənd Təsərrüfatı Nazirliyi bu siyasəti, bu dövlət proqramının icrası ilə bağlı təbii ki, digər qurumlarla bərabər bölgələrdə müşavirələr təşkil edir. Təşkil olunan müşavirələrdə fermerlərə, aidiyyatı sahədə fəaliyyət göstərən kənd təsərrüfatı zəhmətkeşlərinə, sahibkarlara, fermerlərə ətraflı məlumat verirlər. Dövlət proqramının ümumiyyətlə gözləntiləri, hədəfləri nədən ibarətdir? Bununla bağlı danışırıq. Eyni zamanda əsas mövzumuz torpaqların konsolidasiya olunmasıdır ki, istəyirəm mən bu mövzuya keçid alaq. Ümumiyyətlə maraqlıdır mənə və əminəm ki, bizim tamaşaçılara da. Bu konsolidasiya nə deməkdir? Firdun müəllim, bu yaxınlarda Kənd Təsərrüfatı Nazirinin müavini Zaur Əliyevin də açıqlaması oldu ki, ölkədə ilk dəfə olaraq məhz bu proses, bu tədbirlər həyata keçiriləcək. İstəyərdim ki, deyəsiniz, bax, bu tədbirlərin çərçivəsində nədən başlayacaqsınız? Hansı işlər görüləcək və hansı müddətdən sonra bu proses yekunlaşacaq? Bəli, dövlət proqramı qəbul edilərkən maraq doğuran suallardan biri də məhz bu tədbir idi ki, həmin proqramda yer almışdı ki, yer alıb ki, 2 rayonun ərazisində 20.000 hektarda Kənd Təsərrüfatı Nazirliyi torpaqların konsolidasiyası tədbirlərini həyata keçirəcək. Bu, cəmiyyətdə təbii ki, bir mənalı qarşılanmadı, çünki ilk olan bir şeydir. Ona görə mən bunun üstündə daha ətraflı durub izahını vermək istəyirəm. Bəli, siz qeyd etdiyiniz kimi, hörmətli Zaur müəllim də bunu öz çıxışında qeyd elədi və izahını verdi. Mən biraz da bu məsələləri dərinləşdirmək istəyirəm. Torpaqların konsolidasiyası bizim üçün yeni bir ifadə olsa da, dünyada bu 1945-ci ildən etibarən FAO tərəfindən dəstəklənən və mütərəqqi bir təcrübə kimi tətbiq olunmaqdadır. Ümumilikdə torpaqların konsolidasiyası dərindən düşündükdə torpaq islahatı həyata keçirmənin davamı kimi nəzərdə tutulur. Mən bunu biraz daha çox açıqlamaq istəyirəm.
belə deyək, fermerlərimiz və kənd təsərrüfatına məşğul olan, xüsusən biraz yaşlı nəsil, torpaq islahatı dövrünü xatırlayır və bilirlər ki, torpaqlar əvvəllər tamamilə dövlət mülkiyyətində idi və Ulu Öndərin şəxsi təşəbbüsü ilə 1996-cı ildə torpaq islahatı haqqında qanun qəbul edildi ölkədə və belə bir qərar verildi ki, torpaq mülkiyyət forması 3 mülkiyyətə keçir, dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti və xüsusi mülkiyyət. Bu xüsusi mülkiyyətə verilən hissə də təbii ki, torpaqların ən yaxşı hissəsi, ən münbit hissəsi əhaliyə əvəzsiz olaraq pay şəklində paylanıldı. Yəni pay torpağı. Bəli, belə o zamandan da bunun adı pay torpağı qalır. Və tarixi də ondan ibarətdir ki, qeyd etdiyim ki, bu əvəzsiz olaraq verilib vətəndaşlarımıza. Bunun bir çox mütərəqqi cəhətləri var. Bugünkü kənd təsərrüfatının inkişafı ilə bağlı bəlkə də sektor bu qanuna, bu təşəbbüsə görə Ulu Öndərə borcludur. Çünki insanlar torpaqların artıq onun olduğunu duyaraq can yandırmağa başladı və bir növ kənd təsərrüfatına daha çox efor qoymağa, xüsusən torpağa bağlı şəxslər əkib biçməyə, faydalanmağa və uzun müddətli messiyə yatırmağa başladılar. Təbii ki, bu prosesin özü o dövr üçün bir yenilikçi proses olduğundan prosesin gedişatında müəyyən bir, belə deyək də, bugünün tələblərinə uymayan məsələlər də olmuşdu. Bunlar nə idi? Kolxoz ərazisində götürsək ki, torpaqlar var idi, böyük bir sahələrə malik idi kolxoz və o kolxozda yaşayan kənd əhalisi də, kolxozu əhatə edən kənd əhalisi də torpaqdan yararlanmaq üçün, daha doğrusu onlara pay veriləcək torpaqlarda ədalətlilik prinsipi qorunsun deyə bir ailəyə məsələn 3 hektar yer düşürdüsə, onun bir hissəsini, 1 hektarını suvarılan ərazidən, 1 hektarını dəmiyə ərazidən, 1 hektarını məsəl üçün deyirəm, bağ olan ərazidən verdilər və bu zərurətdən irəli gəlirdi. Çünki bir kəsə bir tərəfdən verir, digərini başqa tərəfdən vermək bu ədalət prinsipinin pozulması olardı. O dövr üçün bu ədalətli yanaşmaydı. Bəli, o dövr üçün ədalətli yanaşmaydı və elə də olmalıydı. Sadəcə bizim mütərəqqi tərəfləri də var idi ki, o zaman pay torpaqları verilərkən ailələrə verildi. Hətta qohum ailələri bir yanaşı salıblar. Bu elə ilkin konsolidasiyanın getməsi demək idi. Əslində. Yəni bir növ torpaq islahatının içərisində biz bir ilkin konsolidasiyasını aparmışıq. Amma bugünün tələblərinə artıq gələndə baxırıq ki, kənd təsərrüfatı başqa inkişaf yönümündədir. Artıq istehsal xərcləri çox artıb. Məsəl üçün deyək də, kəndin 3 tərəfində bir fermerə məxsus torpaq sahəsi varsa, hər torpaq sahəsinə traktorla gedib yanacaq yandırmaq, əmək sərf eləmək bugün rentabelli deyil. Və nəticədə nə olur? Fermer o torpağın birindən və ya ikisindən imtina edib birinə fokuslanır və orada da sahə böyük olmadığı üçün ciddi efor nəticə əldə edə bilmir. Bəli. Ona görə də bu da məhsuldarlığa digər məsələlərə təsirliyindən. Tamamilə məhsuldarlığın aşağı düşməsinə, fermerin belə deyək, motivasiyasına və qazanclarının artıq olmamasından kənd təsərrüfatının bir növ ikinci iş kimi və yaxud da ki, həvəs kimi baxılır. Həm də torpaq qalır, belə deyək də, necə deyirlər? Eynən, yəni parçalanmış, fraqmentləşmiş torpaqlar görsənən odur ki, praktiki müşahidə etdiyimiz odur ki, kiçik hissələr, hətta 1 hektarın altında olan hissələrdə də demək olar ki, istifadəsiz qalır. Və yaxud da ki, kimsə o ətrafda əkib bitirsə, ona icarəyə verirlər və yaxud əvəzsiz verirlər ki, istifadə olunsun. Bu ölkə üzrə belədir də, bizdə Azərbaycan bütün regionlarında vəziyyət eyni mənzərəlidir. Torpaq islahatı getmiş rayonlarımızda bu proses ciddi şəkildə bu parçalanma müşahidə olunur və bu parçalanmanın üstünə son 30 ildə baş vermiş alqı-satqılar gəlir. Çünki fermer istifadə etmədiyi o bir hissə deyək, kəndin müəyyən hissələrində olan kiçik hissələri bir-bir satır və yaxud da ki, hamısını satır. Və burada da torpağı əldə edən bəzi torpağa bağlı şəxslər olur. Onun deyərdim ki, bir kəndin içində 20-30 parsel olur. Çünki alıblar da kimlərdənsə. Fərqli ərazilərdə. Və bugün konsolidasiya ən çox onların işinə yarayır ki, onların torpaqları massivləşib böyük bir sahəyə çevrilir. Və bu konsolidasiya dediyimiz məsələ də odur ki, təbii ki, torpaq islahatından müəyyən dövr keçdikdən sonra ki, artıq ölkələr başa düşür ki, torpaqların hamısını cəlb eləmək lazımdır və infrastruktura gətirmək lazımdır ki, suyu olsun, təsərrüfatlar arası yolu olsun, bir növ kənd təsərrüfatını həyata keçirmək üçün
minimum şərtləri ödəyən infrastruktur tələbləri olsun. Bu minimum olmalıdır. Belə çıxır ki, Kənd Təsərrüfatı Nazirliyi bu modeli Azərbaycanda tətbiq edəcək dediyiniz o imkanları yaratmaqla. Bəli, Düz başa düşdüm. Tamamilə doğrudur və biz bunu indinin bir mövzusu deyil. Biz 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi olaraq bununla bağlı FAO-ya müraciət eləmişik. Təsəvvür edin ki, 10 ildir bunun təhlili aparılır, müxtəlif ölkələrin təcrübələri öyrənilir. Biz FAO-nu dəvət edib Salyan rayonu Şorsuluk kəndində bir pilot layihə icra eləmişik. O pilot layihə düzdür, nəzəri layihə idi. Ölkədə qanun olmadığına görə, qanunvericiliyi olmadığına görə tətbiq olunmuyor. Amma o pilot nəticənin də uğurlu nəticələri var. Nəzəri olsa da biz fermerlərin münasibətini öyrəndik. O çərçivədə bəzi fermerlərimizi Türkiyəyə apardıq, qardaş Türkiyə təcrübəsini göstərdik və sevindirici haldır ki, bir növdə avantajımızdır ki, qardaş Türkiyə Respublikası bunu dünyada ən çox eləyən ölkədir. İndiyə kimi onlar 8 milyon hektara yaxın ərazidə konsolidasiyanı ediblər və ciddi nəticələrini görürlər. Bu bizim üçün ən gözəl nümunələrdən biridir. Bəli, eynən. Və biz Türkiyə təcrübəsindən də bu pilot layihələrdə yararlanmağı düşünürük. Dediyim kimi, burada məsələ ondan ibarətdir ki, bir fermerin bir neçə yerdə parçalı, hissəli olan torpaqlarını bir və ya iki sahəyə, indi o vəziyyətdən asılı olaraq dəyişəcək, cəmləmək, infrastruktura gətirmək. Nə? Yəni nə olacaq? İnfrastruktur dediyimiz... Fermer oturub televizorun qabağında deyir ki, Firdun müəllim, nə verəcəksiniz mən torpaqların birləşəndə? Bax, fermer nə var? Fermer əldə edəcək qapalı şəbəkəli su. Nə demək bu? Yəni ki, əraziyə qədər onun sahəsinə suyu gətirməkdə çox əziyyət çəkirdi. İndi belə deyək, sahəsinin düz qapısına su gələcək. Düz sahəsinin içərisində o vintili açaraq, belə deyək, təzyiqli suyu əldə edə biləcək. Yəni, ən vacib, ən birinci bəlkə də vacib. Bu artıq onun üçün nə imkanlar açır? Mən indi ona gələcəm. Bunların hamısı öz təsərrüfatına gedəcək. Heç kimin sahəsinin içindən keçməyən yol. Ayrıca yol. Ayrıca yol. Bugün fermerlər arasında əsas mübahisə yaradan nədir? Biri deyir ki, mənim sahəmin içərisindən keçib gedir, mənim sahəmin içini yol edir. Amma bu yeni planlamada artıq onlar aradan qaldırılmış olacaq. Parsellər birləşdirilib bir əraziyə gələcək. Konsolidasiyanın dünyada bir prinsipi var. Mən bunu hər yerdə misal olaraq çəkirəm və bilmək lazımdır. O prinsip odur ki, ən azı əvvəlki qədər. Burada bir fəlsəfi fikir var. Yəni, fermerin əvvəlki qədər əldə etdiyi, belə deyək də, məhsuldarlıq qalmalıdır. Əgər o qalmayacaqsa, deməli bu konsolidasiyanı biz ya düzgün aparmırıq, ya da ki, belə deyək, heç edilməsinə ehtiyac yoxdur. Həm də burada siz əgər Kənd Təsərrüfatı Nazirliyi əlavə infrastruktur yaradırsa, 100% bu fermerə, belə deyək də, qabağa düşür, sadə dilə desək. Bəli, mən də... Yəni, özü eləyəcəkdir, buna tərs çəkəcəkdir, düzdürmü? Onu dövlət eləyir. Çıxarış məsələsini də deyərsiniz, cəmiyyətə çox vacib. Ona gəlirəm ki, burada bütün proseslər, bütün o suvarma şəbəkəsinin çəkilməsi, təsərrüfatlar arasında stabilizə olunmuş yolun çəkilməsi, elektrik gərəkən yerlərdə elektrik xəttlərinin çəkilməsi, eləcə də və bu sahələrin yeni, belə deyək də, sahələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, çıxarışların fermerə verilməsinə qədər bütün proses dövlətin hesabınadır. Yəni təmənnasız. Bəli, tamamilə dövlətin hesabınadır. Bunu bir növ fermerlərimiz və vətəndaşlarımız başa düşməlidir ki, bu bir növ bənzətmə eləsək, ev tikərkən fundament atılmasına bərabər bir işdir. Yəni, bugünkü bizim kənd təsərrüfatı strukturu, pay torpaqlarına münasibətdə fundamentsiz evə bənzəyir. Yəni, kiçik-kiçik parça-parça hissələrdədir. Və bunun üzərində ucalma həmişə təhlükədir. Ki, artıq fundament yoxdur da, kənd təsərrüfatını qaldırmaq üçün. Bir növ bizim istəyimiz bunu fundamentə gətirib, fundamentli şəraitə, infrastruktura gətirib, fermerlərimizə onun üzərində istədiyi təsərrüfat modelini quraraq inkişaf etdirməyə şərait yaratmaqdır. Və burada vacib məqamlardan biri də odur ki, fermerin torpağının dəyəri dünənə qədər, məsəl üçün deyirəmsə, 2000-3000 manat idisə, bazar qiyməti. Bəli, bazar qiyməti. O parselləşmədən sonra, həmin konsolidasiyadan sonra, mən sizə deyim ki, 5 dəfəyə yaxın qiymət qalxır. Yəni, bu Türkiyə təcrübəsinə əsaslanaraq deyirəm və qiymətləri, dəyəri qalxır. Bunun nəticəsində fermerlərin maliyyə institutlarına çıxışı imkanları yüksəlir. Onlar banklara rahat şəkildə müraciət edib kredit əldə edə bilirlər. Çünki dünənə qədər torpağının dəyəri olmadığı üçün onu banka yatırda bilmirdi. Və nəticədə kənd təsərrüfatı onlar üçün peşəkar bir fəaliyyətə çevrilir. Çox gözəl. Firdun müəllim, burada bir psixoloji baryer məsələsi var. Mənə maraqlıdır ki, fermerlərin içində siz də tez-tez olursunuz, mən də bölgələrə səfər edirəm.
misal üçün, yeri gəlmişkən, gəlin o suala keçəcəm. Azərbaycan hansı rayonlarından başlayacaqsınız bu prosesə və təxminən neçə hektar? Bəli, Azərbaycanda biz bu belə deyək, layihəni dövlət proqramında da əks olunduğu kimi 2 rayonun ərazisində həyata keçirməyə planlayırıq. İlkin mərhələdə 2 pilot layihədir. Bu pilot layihələrin biri Qəbələ rayonundadır. Qəbələ rayonunda bildiyimiz kimi Yengicə su anbarı tikilir və o su anbarı altında olan sahələrin konsolidə edilərək suvarma şəbəkələrinin çəkilməsi nəzərdə tutulur. Digəri isə Salyan rayonunun Şorsulu kəndində, üzr istəyirəm, Şorsulu da daxil olmaqla 13 kəndində, yəni konsolidasiya böyük bir layihədir də, yəni o bir kəndə əhatə edilir. Bir neçə kəndi və bir neçə ərazi. Orada Akkuşa kanalı deyilən bir kanal var ki, onun yenidən qurulması nəzərdə tutulur və o yenidən qurma çərçivəsində də biz konsolidasiyanın pilot layihəsini həyata keçirəcəyik. Onu demək istədim ki, burada bir psixoloji amil var da, yəni insanlar uzun müddətli o torpağı əkirlər, onları razı salmaq və eyni zamanda narazı qalmamaları üçün ortaq məxrəc, bunun qanunvericiliyi tərəfi, eyni zamanda danışıqlar, təbliğat necə aparılacaq? Bəli, çox vacib məqama toxundunuz Rüstəm müəllim. Burada biz belə deyək də işləri peşəkar səviyyədə təşkil etməyə planlayırıq. Ona görə də dediyim kimi Türkiyə təcrübəsindən Türkiyə mütəxəssisləri dəvət eləmişik. Vacib məqamlardan biri burada əhali ilə kommunikasiyanın qurulmasıdır. Buna Türkiyəli dostlarımız belə deyək də islaq çalışmalar deyirlər. Yəni sahələrdə insanlarla görüşüb onlara doğru düzgün kommunikasiya eləməkdir. Bu ilkin mərhələsidir. İlkin mərhələ görüşlərdən sonra təbii ki, orada biz ərazidə əhalinin rəylərini toplayacağıq və onlara bunun benefitlərini, üstünlüklərini sadaladıqdan sonra, gözlənilən nəticələri dedikdən sonra təbii ki, onların razılığı əldə olunur və bundan sonra artıq ilkin bir planlama həyata keçirilir. Bu planlama kəndin və yaxud qəsəbənin mühüm bir yerində və yaxud əhalinin toplaşdığı bir yerdə asılır ki, məsələn, torpaqlar bu cür daşınacaq. Hər kəs gəlir orada öz yerinin, torpağının hardan hara daşınacağını görür. Təbii ki, orada ilkin fikirlər olur ki, mən bura istəmirəm, digər yerə istəyirəm. Bütün bu fikirlər toplanır. Ortaq məxrəc tapılır. Bəli, o ilkin planın üzərində fikirlər toplanır, yenidən planlamaya gedilir. Orada nəzərə alına bilinəcək qədər nəzərə alınıb yer dəyişmələr edilir, planlama formalaşdırılır. İkinci askı deyilən askı həyata keçirilir. Bu, təbii ki, mən sizə Türkiyə təcrübəsindən olan bir simulyasiyanı deyirəm. Bu askıda da fikirlər alınır, yenə də o əhaliyə açıqdır, bu publikaya açıqdır və çalışılır orada da qoyulmuş istəklər nəzərə alınsın. Yəni vətəndaşın belə deyək də, məmnunluğu istiqamətində əsas o istək və arzularını nəzərə almağa maksimal dərəcədə nə qədər ki mümkündür çalışacaqsınız. Tamamilə doğrudur. Konsolidasiya komandasının professional olmağına ciddi ehtiyac var. Orada həm aqronomlar, torpaqşünaslar, xəritəşünaslar, yer quruluşçuları, hər bir belə deyək mütəxəssis olur və bu mütəxəssisləri də düzgün kommunikasiya edərək əhali ilə gün sonunda bu konsolidasiya proyektini həyata keçirirlər. Konsolidasiya ərazisinə düşən fermerlərimizə şad xəbərimiz ondan ibarətdir ki, Aqrar Subsidiya Şurası konsolidasiya razılıq verən fermerlərimizə xüsusi yanaşmalar tətbiq edəcək. Bu o demək ki, orada subsidiya əmsalları da fərqli olacaq. Yəni, bir növ dövlətin bu layihəsinə dəstək olanlara da dövlət öz dəstəyini göstərəcəkdir. Çox gözəl, çox əla. Əminəm ki, irəliləyən günlərdə, aylarda həm dövlət proqramından bağlı digər istiqamətlər və eyni zamanda bu torpaqların konsolidasiyasından bağlı məlumatları sizdən və Kənd Təsərrüfatı Nazirliyinin digər şəxslərinin dilindən tez-tez eşidəcəyik. Bununla bağlı biz də fermerin real dostu olaraq təbliğat aparmağa hazırıq. Firdun müəllim, istəyərdim ki, biraz da sizlə həmişə biz proqramlarımızda işğaldan azad olunmuş ərazilərlə bağlı da Kənd Təsərrüfatı Nazirliyinin, eyni zamanda təbii ki, dövlətimizin dəstəyi ilə bağlı danışırıq. Vəziyyət nə yerdədir? Azad olunmuş ərazilərdə, Qarabağımızda, Şərqi Zəngəzurda nə kimi işlər gedir? Biz bilirik ki, çox böyük işlər gedir. Müsabiqələr var, investisiya müsabiqələri, fermerlərə, yerli sakinlərə torpaqların paylanılması. Ümumilikdə vəziyyət nə yerdədir? Rüstəm müəllim, Kənd Təsərrüfatı Nazirliyi azad olunmuş ərazilərdə də işləri çox intensiv şəkildə həyata keçirməkdədir. Bilirsiniz ki, 2024-cü ilin noyabr ayında möhtərəm cənab prezidentin həmin ərazilərdə torpaq resurslarının idarə edilməsina dair müvafiq fərmanı oldu və bu fərman qəbul edildiyi gündən
Nazirlik öz belə deyək, fərman çərçivəsində öz praqmatik belə deyək, funksiyalarını orada tətbiq etmək üçün işlərə başlayıb. İşlər gözlədiyimizdən də sürətli şəkildə davam etdirilməkdədir. Zəngilan Ağalı kəndinə pilot layihə olaraq başladıq və biz orada 115 hektar əkin sahəsini kənd sakinlərinə verilməsinə dair elana çıxdıq. Elan elektron kənd təsərrüfatı informasiya sistemi vasitəsilə həyata keçirilir və uğurlu bir pilot layihədən sonra biz bunu digər rayonlara və kəndlərə də tətbiq etməyə başladıq. Misal üçün, Xocalı rayonunun Balıca və Xanyurdu kəndlərinə, Ağdərə rayonunun Həsənrız kəndinə, Laçın rayonunun Zabux kəndini misal olaraq göstərmək olar və sair bir neçə kənddə bu dəqiqədə işlər davam etdirilməkdədir. Kənd sakinlərinə təbii ki, torpaqlar minimum 5 hektardan parselləşdirilmiş şəkildə təqdim edilir və əsas tələb müasir suvarma sistemlərinin qurulması, təbii ki, suvarma olan ərazilərdə, eləcə də dayanıqlı kənd təsərrüfatı fəaliyyətlərinin aparılmasıdır. Burada müraciət edənlərin ekstra təhlili aparılır, tələb təklifi üstələdiyi təqdirdə, yəni mövcud torpaq resursuna münasibətdə tələb təklifi üstələdiyi hallarda, hansı ki, bütün hallarda üstələyib, kəndlərdə biz kooperativləşmə və yaxud ailə kəndli fermer təsərrüfatında birləşmə təklifləri edirik müraciət edənlərə ki, onlar minimum 5 hektarı əldə edə bilsinlər. Bu cür hallarda da oldu, kooperativləşənlər də oldu. Bəli, orada kooperativlər də qurulub, uğurlu kooperativlər də hesab eləmək olar bunları və AKT-lər də, yəni ailə kəndli fermer təsərrüfatları da qurulub, onlar torpaqları əldə edirlər. Paralel olaraq, fərmana müvafiq olaraq biz təxminən torpaqların yarısını deyək, 50%-nə münasibətdə biz kəndlərdən uzaqda yerləşən torpaqlardan gedir söhbət, massiv əraziləri investisiya müsabiqələrinə çıxarırıq. İndiyədək bizim 4 investisiya müsabiqəsi elan olunub. Burada birinci və ikinci investisiya müsabiqəsini biz tamamlamışıq. Artıq qaliblər də bəllidir, onların fəaliyyətlərini də mütəmadi yoxlayırıq. Sevindirici haldır ki, İş gedir artıq. Bəli, sonuncu əlaqələndirmə qərargahı iclası Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Samir Nuriyevin rəhbərliyi ilə sonuncu iclasını ki, Ağdərədə belə deyək, keçirdi. İclasdan sonra həmin investorların, yəni belə deyək, Kənd Təsərrüfatı Nazirliyindən torpaq əldə edilmiş investorların sahələrinə baxış keçirildi. Məmnunluq ifadə olundu ki, qısa müddətdə böyük işlər görülməkdədir və təbii ki, bu işlər davam etdiriləcək. Bizim digər iki müsabiqəmizdən biri bu ayın 15-i, yəni cari ayın 15-i yekunlaşdı. Onun hazırda qiymətləndirmə prosesi gedir. Yaxın günlərdə qaliblər bilinəcək, yəqin ki, açıqlanacaq. Bəli, qaliblər açıqlanacaq. Digər müsabiqəmiz isə hazırda prosesdədir və ora bütün investorlar, belə deyək, yerli və xarici vətəndaşlar fərq etmir, müraciət edə bilərlər. Bir daha bunu səsləndirirəm və orada da müxtəlif kənd təsərrüfatı istiqamətləri göstərilib. Çox gözəl. Bununla da bağlı yəqin ki, rəsmi açıqlama olanda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən biz də bunu fermerlərin nəzərinə çatdırarıq yaxın günlərdə. Təbii ki. Firman, mən sizə minnətdaram. Çox sağ olun. İşlərinizin çoxluğuna, regionlara tez-tez səfərlərinizin çoxluğuna baxmayaraq gəldiniz və bizim tamaşaçılara və fermerlərə vacib olan bir neçə məsələ ilə bağlı məlumat verdiniz. Uğurlar arzulayıram sizə. Mən təşəkkür edirəm Ruslan müəllim. Siz bizim fəaliyyətimizi yorulmadan işıqlandırırsınız. Bir növ fermerlərlə bizim aramızda bir körpü əlaqəsi rolunu oynayırsınız. Sizin fəaliyyətiniz danılmazdır kənd təsərrüfatının inkişafında real TV olaraq. Ona görə də sizə uğurlar arzulayıram. Çox sağ olun. Minnətdarım. Əziz, dəyərli zəhmətkeşlər, hörmətli fermerlər, hörmətli tamaşaçılar, bugün də çox maraqlı, düşünürəm ki, nəinki kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, həm də kənd təsərrüfatı sahəsinə gəlmək istəyən, maraq olan insanlara vacib bir neçə məsələdən danışdıq. Gələn həftə yenə də fermerin real dostunda görüşəcəyik. Hələlik.